Salam dəyərli izləyicilər, mən siyasi bloger Elnur Əliyev. Mənə qəribə gələn bilirsiniz nədir? Azərbaycanla İranın heç bir problemi olmuyor. İlham Əliyev birinci dərəcəli səfərbərlik elan edib. Mənim burada sözüm Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir. İlham Əliyev, bir dənə dron atdın Naxçıvana, bunu bildik. Ona görə müharibə elan eləmək istəyirsən. Bəs necə olur ki, Putin təyyarəni vurdu, neçə insanlar o təyyarədə dünyasını dəyişdi. Putinə qarşı niyə müharibə elan eləmədin? Çox qəribədir, bax. Bilirsiniz niyə? İlham Əliyev sadəcə olaraq İsrailin və Amerikanın əmrini icra eləyir. Azərbaycanla İranın heç bir problemi yoxdur. Qəribəsi budur ki, Azərbaycanı poligona çevirəcəklər. Qəribəsi budur. Azərbaycan oturub İranın ağzında İranla müharibə elan eləmək istəyir. İrana Azərbaycan bata bilər? Hə? Niyə cəmaatı öz siyasətinizin qurbanı eləyirsiniz? Hə? Niyə? Zaten Azərbaycana bir köpük xeyriniz yoxdur. Niyə cəmaatın balalarını aparıb öz siyasətin qurbanı eləyəcəksən? Məmurun balalarını göndər. Deputatın balalarını göndər. Oğlumu göndər. Deyim ki, sən xalqın qeydinə qalırsan. Amma İranla heç bir zaman Azərbaycanın problemi yoxdur. Bilmirəm bu nəyin davasıdır. Qəribəsi budur, bax. Sadəcə olaraq heç kimi tırkasına gedib müharibəyə getməyin. Mən sizə bir dənə tək bunu demək istəyərdim. Sağ olun.